Hakimlər Neftçidən nə istəyir? Düzün deyim deyə bilmirəm. Bayaqları canlıda azarkeşlər məndən soruşurlar ki, hörmətli jurnalist, sən bizə izah edə bilərsən ki, nə baş verir? Niyə bu hakimlər neçənci dəfədə səhv edirlər və Neftçidə də neçənci dəfədə belə bir hadisə baş verir? Şamaxı Neftçi oyununun 97-ci dəqiqəsində hakim olmayan 11 metrliyi təyin etdi. Düzün deyim deyə bilmirəm. Mən o ana bir neçə dəfə baxdım. Fikirləşirəm ki, hakimlər də var otağında o ana baxıblar. Amma necə deyirlər, bu qərarı verdilər. Qoy özləri bilsinlər, necə deyirlər, sabahları da Hakimlər Komitəsinin sədri çıxış edib deyəndə ki, hakim düz eləməyib, 11 metrliyi yox idi. O itirilmiş 2 xalın əvəzini kim qaytaracaq Neftçiyə? Heç kim. Sonra da biz deyirik ki, biz çempionatımızı istəyirik Avropa səviyyəli olsun. Alınmır. Neynəməliyik? Hakimlər deyə bilmərəm, onların arxasında kimsə durur, onların necə deyirlər, öyrədir hansısa klublara qarşı ki, məhz bu klubun torbasını tikməlisən, ona 11 metrlik ya verməlisən, ya verməməlisən. Mən elə gəlir ki, sadəcə olaraq hakimlərin səviyyəsi çox aşağıdır. Və sadəcə olaraq adı var epizodlarında onlar tuta bilmirlər ki, mən bu anda nə qərar verməliyəm. Və özlərini itirirlər və biraz çəkinirlər. Versən bir söz deyəcəklər, verməsən başqa söz. Bir sözlə yenə də bu tur hakimliklə, bərbad söhbəti ilə necələr yadda qaldı. Ümid eləyək ki, növbəti dəfə bu problem olmayacaq. Özü də doğrudan yaxşı yadıma düşdü. Biz AFFA elan eləmişdi ki, özünü yaxşı aparan, düzgün qərarlar verən hakimlərə əlavə bonus kimi pul veriləcək. Hakimlər, sizə pul lazım deyil, düzgün işləyin də.